Okay. Baxın, adi mənim bir dənə appim var, hansı ki, bura Mapstract tətbiq olunub, hamısı tətbiq olunub. Birinci başlayaq ondan. Və application Bill Gradle var application içində. Bill Gradle içində birinci Mapstract və s. və s. belə şeylər var. Bunlar həmişə kodu yazılmamışdan və birinci kitabxanaya əlavə olunur. Dependensiyə. Hansı ki, bu mənim dependensiyadır, kitabxana bura əlavə olunur. Sorry. Çox sağ ol. Dependensiya əlavə olunur. Burada nələr var? Mapstract 1.5.5 final, yenə Mapstract 1.5.5 final, bir dənə də Lombok. Bizə bu ikisi lazımdır. Bu iki dənəsi. Okay. İndi biz bu üçünü də Lombok istifadə edirik, üçünü də atacaq. Üçünü də atırıq appin içinə. Artıq app nəyi tanımış olur? Mapstract, yəni Mapper nə deməkdir, onu tanımış olur. Mapper'ın ümumiyyətcə rolu nə deməkdir? Məsələn, mənim nəyim var, deyim. Mənim controllerim var, servisim var, repozitorim var. Elə. Controllerdan request gələndə onun tipi nə olur? Sadə olur. Daha sonra servisin içində sadə tipi çevirirəm. Nəyə? Databazdan dilinə çevirirəm. Birbaşa databaz dilində dəyərlər bizə gəlmir. Sadə gəlir, mən onu ortada belə sadə gəldi. Mən götürürəm onun üzərinə bir dənə etiket vururam, elə bazaya göndərirəm. İndi biz onu eləyəcəyik. Gələcək sadə, üstünə bir dənə etiket vuracaq. Belə gəlir bizə. Biz onu fırladıb etiket vurub belə göndərəcəyik bazaya. Çünki belə göndərsəz baza onu tanımır, işləmir. Okay. Əslində fərqi odur. İndi mən onu izah edəcəm. İndi gələk bura. Birinci bu dediyim dependency var, onu əlavə edəcəyik daha sonra. Bir dənə bizdə Mapper adında package yaradacaq sizlə, Mapper. Mapper'ın içində nə olacaq? Bir dənə bu interfacedir, user Mapper interface'idir. Okay. Interface'in mənası nədir? Yəni bunun içində nə olunur? Body olmur, bədənsiz olur, ancaq metodun özü olur, başı olur. Bunun əsas rolu bilirsiniz nədir? To entity var, adi bu. Bir dənə bu söz Java Spring tərəfindən başa düşülür ki, həqiqətən mən bunu to entity edirəm, entity çevirirəm. Bir dənə bu keyword Spring tərəfindən başa düşülür. Ya da to response, bunu siz verirsiniz, istədiyiniz adları. Nəyə əsasən başa düşür? Adi Spring-i qoşanda görmədiniz, nə qədər annotasiya yazırdıq, 40 sətr kodu bir annotationdan verirdik. Burada bu Mapper var, bu Mapper sözü. Component model Spring. Bir dənə bu bütün kömək edir ki, sizə bu tərəf Mapper funksiyonallığından işləsin effektiv şəkildə. İndi bu necə işləyir, onu göstərəcəm sizə. Debug'ı da burada tətbiq edib debug'ını göstərəcəm. Bax, gəlirim Gradle-a. Hansı kitabxanalar var? Mapstract, biri implementation, bir də annotation processor. Bir dənə də Lombok. Üçünü də götürürsən. Mən öz bir dənə boş appim var lazım burada. Burada onun heç biri yoxdur. Bill Gradle-ım var mənim. Bill Gradle gəlirsiniz, axtarışı verirəm ki, Mapstract varmı? Mapstract yoxdur. Bura atırsınız nəyi? Mapstract-dır. Gördünüz? Bu kitabxanı bura atdınız üçündə. Daha sonra nə edirsiniz? Bir dənə refresh atırsınız sistemə. Tanısın. Bu çox maraqlı və çox vacib mövzudur Mapstract. Bax tanıdı app yükləmişəm. Hamısını tanıdı. İndi gəlirəm bir dənə sizlə Mapper klassı yaradıram. Onu izah edeyim nəyə görə lazım olacaq. Bax bütün hər şeyi bağlayıram. Deyək ki, create user var. Bura request gəlir create-ə. Girdi bura. Bura girəndən sonra bunun içində bir əməliyyat baş verir də. Hansı ki databazaya yazırsınız, amma save edirsiniz. Bura tipinizi yazmışsınız. User. Gördünüz mü? Bu user tipində yazmışsınız. Halbuki sizdə çəriniz gəlmiş datalar bu tipdə gəlmiş. Create user request. Fərqi nədir? Bax. User'ın içində nə var? Username, email, first name, last name. Username, email, first name, last name. Eyni şey əslində. Sadəcə olaraq birində entity yazılıb üstündə entity. Görürsünüz burada. Entity. Birində yoxdur. Siz amma bazaya hansını yazırsınız? Entity olanı yazırsınız. Save edirsiniz bazaya. Entity olanı yazmalısınız. Çünki adini icazə vermir. Amma siz burada nə etmişsiniz eləmək üçün? Bir dənə böyük bir dənə obyekt yaratmışsınız. İçinə doldurmuşsunuz dataları, username, email falan filan. Öz user obyekti yaradıb doldurmuşsunuz konstruktor kimi içinə. Amma o birazdan bizə lazım olmayacaq. Çünki biz birbaşa bir dənə Mapper-a görə bu belə kodla bütün bu qədər sətirlərin hamısının qarşısını almış olacaq. Buyur. DTO kimi yaradırsınız. Request göndərəndə orada map edib entity çevirib bazaya elə yazırsınız. İndi göstərirəm praktik olaraq bu necə işləyir. Bax. Gəlirsiniz bura. Bir dənə nə yaradıram? Mapper. Package Mapper. İçində yazıram ki, map edədiyim datanın adı nədir? User. Deyirəm ki... İkisi de olmadan, interface olmadan bir şey olmalı. Nə? Klasanın... Klasanın? Yok, ben... Yok, package bu, boş package. Yok, ben mesela değişim şey, yani interface'lerden bir klası yaranmalı. No, bir də interface. Klasına ehtiyac yoxdur. Mapper'ın içində gəlirəm, interface seçirəm. User, Mapper. Yaratdım.
Okay. Bunun üstünə verəcəyik, biz nə verəcəyik? Həmin bu datanı verəcəyik. Mapper component model spring. Mapper component model. Bu mapper sözünü buradan tanıdı. Mən build gradın içinə bunu yazdım, amma abstract. Bunu buradan tanıdı. Bunu bir dəqiqə silim, refresh atım, bu görsənməyəcək, qırmızı olacaq, çünki tanınmayacaq. Yəni bu hardan gəlir? Springin içindən gəlir. Bu bizə. Okay. İndi biz daha sonra nə edirik? Mapper'ın əsas məqsədi odur ki, iki dənə sadə prinsipi var. Verdiyimi çevir, gələni qaytar. Məsələn, belə bir məntiq var da. Bu sizdən gedir belə, servis gəlir, map edirsiniz, yazırsınız, göndərirsiniz. Bir də oradan gələndə bəs necə qəbul edirsiniz? Oradan da şəkilli gəlir sizə. Şəkilliyi götürüb soyub quru vəziyyətə qaytarır. Yəni siz hər türlü kontrola gələndə tapırsınız, quru vəziyyətdə olmalıdır. Ağappaq olmalıdır. Databazaya gedən ancaq belə etiket olmalıdır. Çünki databazın etiketlə işləyir. Amma sizin öz bazanız bununla işləyir. Bir də onun qaytarması var. Yəni burada fərq nə oldu? Biri var to entity, bir də var to response. Buna bəzən to detail deyilir. Bu formatda işləyir. Hə. Bu biz göndərəndə belə olur, biz qarşılayanda to detail olur. Çünki mən detail kimi işləyirəm. To detail çevir, qaytar mənə. İndi gəlirəm kod hissəsinə. Bax, burada çox sadə bir məntiq var. Bu yazılış. Bu yazılışın mənası nədir? Bax, indi bizim məqsədimiz nədir? Ona baxaq. Burada mən necə göndərirəm? Şey kimi göndərirəm də, user request kimi göndərirəm. Entity deyil, axı, entity deyil, sadədir. Mən bu sadəni götürəcəm, nə edəcəm? Entityyə çevirib bazaya yazıram. Gəlirəm bura. Çevirəcəyim tip nədir? Entity. Deməli, buraya yazıram user. Okay. Adını user verməyək də, user to entity verim. User çünki entity axı tipi. Import edirəm. İçinə nə göndərəcəm? Deyəcəm, bax, Anar, sənə bunu göndərəcəm. Sən götür onu çevir entityyə. Deyirəm, okey. İçinə göndərəm. Cache request, create request. Güzel. Bununla da onu bağlayıram. Güzel. Mapper hazırdır. Bir dənə bu sətr sizə nə edir? Bu sətrin mənası odur ki, bütün bunun içində olan dəyərlər var. Yəni, bir bu, bir də bu. Bütün username'i götürür, zənciri var, bu username'i bağlayır. Bunun içindəki e-maili götürür, zənciri var, bu e-maili bağlayır. Yəni, bütün filtrləri götürür, özü zəncirdən bağlayır. Bütün istəyirsən hər birinin içində 100 dənə filtr olsun, 100-ünü də götürüb bir bağlayır, düşür aşağı. Həmin bağlayan şey də bir dənə bu, bir dənə sətirdir. Bir dənə bu mapper sətirdir ki, bütün nə qədər şey var, hamısını bağlayır. Yes. O da ki, hardan əsasını alır? Buradan. Mapper component model springdən alır əsasını. Və create user request user tipinə çevrilir. Amma Grandel'da bir dənə o map olan sənə əlavə eləməsə, heç bir yoxdur. Evet, heç tanımayacaq. Ümumiyyətlə bu işləməyəcək. Sən yaratdığın mapper impl var. Ben mən sənə göstərəcəm birazdan sizə. Impl nə deməkdir? Əllə onu yaza bilərsən. Amma onu impl sayılır. Impl nədir? Implementasiya sayılır. Hansı ki, əllə yaza bilirsiniz. Məsələn, get bu, set elə. Get bu, set elə. Amma onu yazılmaq üçün bir dənə bunu yazmaq bəs edir. Bu da o nümunə. Yox, annotasiyasız yazmışdım. Yəni belə bu da çox normaldır. Yox, bunu yazıram. Bunu görsən. Bu əllə yazılır. Bütün bu əllə yazılanları çevirir, nə edir? Bir dənə sətr çevirir. Bir dənə də bizdə nə var? To entity var, bir də to response var. Biri bazaya yazan, bir də bazadan gətirən. Bazadan gətirən nədir? Təbii ki, bazaya belə yazıramsa, bazadan gələn tərsinə olmalıdır da. Bunun tamamilə tərsinəsi olmalıdır. Yəni, create request to DTO ilə adını DTO verək. Bazadan gələndə isə deyirəm, Anar, user gələcək, user'ı götür buna çevir. Gedəndə deyirəm, bu gələcək, bunu user'a çevir. Gələndə deyirəm, user gələcək, user götür buna çevir. Gələndə entity bazaya yazılmalıdır. Hə. Bizdən ki, gələn. Tamam, bizə sizin nəyiniz var? Bir request response var, orada da dövrəsi başlayır. Bir dəqiqə sadələşdirir. O çox sadədir, bir dəqiqə ən sadə halını yazılacaq. Servis repo. 3 dənə şey var. Okay. Sizin də məsələn Afronda bir request göndərsə, Anar, Əlizadə, Yaşır, bunların bir modeldir də, sizin modeliniz var. Okay. Bir model iki cür olur. Model bir entity olur, bir də DTO olur. İki növ model olur, entity və DTO. Bu baza ilə işləyən
Bazen birbaşa işləyir entity. DTO da birbaşa bununla işləyəndə. Yəni sənin müştəri ilk dəfə girdi sayta adın zadı yazır, o DTO. Amma sənin müştərini yazandan sonra adın zadı yazıb, o axırda harasa bir yadırıcı düşür. Yadırıcı düşdüyü yer entity. Yəni buraya yad düşür. Onu siz necə edirsiniz? Müştəri girdi bura, müştəri necə girir bura? DTO ilə girir, düzdür? Siz DTO ilə girirsiniz, qabağa gelirsiniz, gəldiniz bura. Həmin götürürsünüz, nə edirsiniz? Onu çəkin. Bu DTO-nu çevirirsiniz nəyə? Entity. Bunu götürüb bazaya təzdən yazırsınız. Çünki siz götürüb birbaşa DTO ilə gəlib təzdən bu DTO-nu bazaya yazsanız işləməyəcək. Tərtini gələndə tərsinə sonra O tərəfdən yəni tamam tərsinə olur. İndi o tərəfdən sizə gəlir, entity yaraq o tərəfdən. Bu tərəfdən sizə gəlir nələr? Bax, bu da ikinci section. Bu tərəfdən sizə gəlir nə? Entity. Bu entity götürüb çevirirsiniz DTO-ya. Həmin bu DTO-nu təzdən qaytarırsınız bura. Gördünüz, yəni DTO burada qaldı, entity də burada qaldı. Müştəri gələn DTO-dur. Hə. Müştəri hər zaman DTO. Müştəri hər zaman data. DTO data. Bunun açıqlaması şeydir. Data transfer object. Yəni data demək olar rahat şəkildə. Data bir də entity. İldən tutdunuz, data gəlir, mənim databazım entity gözləyir. Ona görə burada çevirdim, apardım entity. Təzdən datadan gəlməli demək, fayl və ailələr bilirsiniz, bazını çəkirsən, özünüzü çəkirsən. Çəkmə demək ki, entity gəldi, entity DTO çevir, DTO çapır. Eyni bir məntiq olur. Və yaxud 2004-cü şeydə idi, Flav əvvəldən. Bu databazı yazan bir şeydir. İkisində entity yazdınız, nə olar databazı qalır. Dediyim kimi, ağappa belə DTO gəldi, görüşdür bura. İndi entity çevirməliyim, bax üstünə etiket yapışdırıram. Ancaq bununla işləyir. Göndərdim repoya, oldu entity. Amma repodan da belə gəlir. Deyirəm, yox, bu DTO ilə işləyir. Bunu soyuram, belə olur, belə göndərirəm işləyir. Bu da istəyir. Yəni maskalayırsınız. Bazının məlumat çıxısı müştəriyə DTO formasını satmalıdır. Müştəri hər zaman servis, çox sadə bir şey dedim, yadda qalacaq. Controller, yəni müştəri həmişə DTO-dur. Servis entity, repo entity-dir. Servisin mənası məkanda çevirsin, dəyişik oxşayır. Müştəri bunun kosmondası Baybinizdə. Bu Baybinizdə müştəri. Yəni servisin burada bunun məqsədi oldu entity gözləmək, bu məqsədi oldu DTO-nu gözləmək, bunun da məqsədi oldu ki, bunların arasında barışıq yaratmaq, çevirmək. Adı üstündə servis qulluq edir. Bunlardakı hədəflərdir, A, B hədəfi. Bu da ortada qulluq edən bir servis, cümləti servis. Bundan kodda yazır. Məsələn, bir şey mümkün ki, ümumiyyətlə kontrol olunur, yaratılan kontrol. Yox, sintakslar yox. Eləyə bilərsən. Bez problem yoxdur. Bütün şeyləri, injectionları olursa. Kodlarda elə bir şey yoxdur, DTO-nu avtomatik entity çevirir. Necə? Yəni, servisə ehtiyac olmadan artıq. Yox, elə məntiq yoxdur. O birbaşa çevirən hansı ki şeydir, abstract məqamdır. Bizə nəyə görə servis ləğv olunmur? Çünki servis olmasa, sən kontroller üçün məntiq yazamazsın. Məsələn, atıram müsahibəyə gir, kontroller içində ki, mən belə məntiq yazıram işləyir, adam müsahibəyə yox saxlayacaq. Yaxşıysa sağ olun. Bizə işləyəcək, yaza bilərsən, işləyər. Amma prinsipləri yoxdur deyil. Nəyə görə? Çünki sənin kontroller qanunluqda bir şey var. Kontrol qısa olmalıdır. Servis almaq 100 kontroller olmalıdır. Ola bilər yəni. Şey məntədə, Postman məntədə. Postman məntədə özümüz getib başqa update yarada bilərik. Amma Postmanda başqa bir şey olur, qarşılıqlı olur. Yes. İndi baxın, mən burada nə izah edəcəm? Bunlar var, bu gördüyünüz bunlar. Mapping. Bunlar gələn dərsə mövzusuna, indi hal-hazırda siz necə işlədiyini görəsiniz deyə bunları yazacağım. Bunların nədir? Target nədir? Target sizin hədəfiniz, yəni bu. Bu target ID, created at, updated at, is active nədir? Bu bunun içindəkilərdir. Bunun içindəkilərdir. Created at, updated at və s. və s. Okay. Targetin mənası nədir? Hədəf deməkdir. Sizin də burada hədəfiniz nədir? DTO-nu entity-yə çevirmək. Yəni targetim deyir ki, hədəfim budur. Yəni bunun içində gələn şeyləri bura çevirmək. Bu nə vaxt yazılır? Əgər həqiqətən sənin DTO-nun içində username yazılıbsa, amma entity-nin içində başqa cür, eyni məntiqdə birində username yazılır, birində first name yazılır. Başqa adlar daxil. Sən onu manual tanıdırsan ki, xəbərin olsun. O username bu first name-dir. Əli ilə tanıyırsan. Hə. Amma əgər ki, onun da içində ad eynidir, bunun da içində eynidirsə, belə şey yazmağa ehtiyac yoxdur. Biz ola bilir o sistem xətası olsun, soruşmuşdur. Məsələn, Azərbaycan demişdim, Hə. Tutaq ki, fərqli yazılıqda, o avtomatik özü başa düşür. Fərq yazılsa, yox. Username-ində yazılır, atıram username 1 yazılır. Başa düşmür. Ya da xəta olub, əliniz bir dənə İşləməyəcək. O burada sən nə olacaq? Null olacaq. Sən zaten göndərirsən, sən anar yazdın ya da Səid yazdın. Səid gəlir bura username adında. Orada username 1-dir.
Deyir yox, uyğun deyilsə null atırlar avtomatik. Amma null atılması üçün sən götürürsən ki, bəri başdan. Target deyirsən ID, məsələn, bir dənə də buraya yazırsan ki, source-a da verirsən ki, məsələn, deyirsən source-un da ID-dir, xəbərin olsun. Sən dediyin məsələ indi izah versən, belədir bu. Target username deyil. Amma sən deyirsən ki, mənim source-umun içində olan amma. Hə, yox. Source budur. Qaynaq budur, target budur. İçəridə olan source-dur, çöldə olan qaynaqdır. İçəridə olan source-dur, çöldə olan hədəfdir. Bu target çöldür, source-da içəridir. Mən demişəm ki, məsələn, səhidin eyni verdiyim misal. Bax, source-un içərinə girirəm, username deyil, username 1 yazmışam bura. Düzdür? Hə. Amma onu kompensasiya etməyəcək, mapper. Null alacaqsa avtomatik. Bax, məsələn, sən bura username 1 yazmışsan, burada username yazmışsan. Onu gəlib burada məcbur nə etməlisən? Orada null alırsa, deməli bir məntiq vardır ki, əgər bərabərdirsə, eynidirsə, onların meçhədə də belə deyil. Yaxşı, elə bir məntiq var ki, ümumiyyətlə o bərabər olmasa da sanlar. Yox. Yəni özü başa düşsün ki, biz burada ikilə vermişik, fərqli. Yox, niyə yoxdur elə bir məntiq? Çünki elə bir məntiqin olması məntiqsizlik olar. Sən nəyə görə? Çünki sən bu dəqiqə deyirsən, hə, sən fikrindən yayınar, o düzəltsin. Amma bir də o bilər ki, sən girmirsən, username yazmısan. Başqa sənin kimi developer girib eyni klassın üçün username 2 yazıb. O hədəf başqadır, sənin hədəfin başqadır. O götürəcək sizinkini bir-birinə map eləyəcək. Ya o konteynerlə işləsə, girib səninkini ona map eləyəcək, olacaq qarışıqlıq. Bildin necə? Çünki məsələn mən girib öz kodumu yazanda sənin koduna normalda baxmıram da. Girib öz kodumu yazıram ki, mənim kodum. Çünki mən düşünürəm ki, sən yazmısan və o işləyir. Mən də sonra alt sətirdə öz kodlarımı yazıram. Sən dediyin ki, məsələn eləsə, ya sən username verməmisən. Mən artıq username 3 yazdım məsələn. Sənin koduna baxmamışam ki. Götürəcək səninki məninki map eləyəcək. Qarşılaşacaq orada. Real case-də baxılır. Nəyə? Görünməndə qalırsa, nə yazılır? Baxılır. Amma normalda yəni kişisel bir şeydir. Hər developer baxmır. Yəni bu da heç kim sənə məcbur etməz ki, get bax. Mən baxmıram. Düz yazardı, işləyərdi. Çünki belə bir şey var da. Yəni hə də. Çünki deyir belə bir şey yazılıbsa demək o işləyir. Mən təzədən kimisi kodu niyə yoxlamalıyam? Bu məntiq, belə deyim. Hə. İndi gəlin onu tətbiq edək. Bax bunu izah elədim sizə. Bunu buradan götürürəm, yəni ki, username-i də bunu götürürəm. Başda bura atıram. İndi izah edəcəm, bu entity necə işləyir? Göydə tutacaqsınız, çox rahat tutacaqsınız. Servisin içinə gəldim. Bax burada adi servisin içində necə tətbiq olunur? Hansı servis? Bax user service. Get username. Bax xəta atır çünki dəyişmişəm adını. Okay. Bax burada gəlirsiniz. Bax, hə burada. Bu qədər kod yazmışdım, amma bu qədər şey yazmışdım. İndi bunun hamısı yoxa çıxacaq, lazım olmayacaq mənə. Necə? Bunu komment alaram. Bu qədər kodun görün hara düşür. Düşürəm aşağı. Bunun işi nə oldu? Map elədi də user-a çevirdi. Nəyi? Request-in tipi nədir? DTO. DTO-nu götürdü, entity-yə çevirdi, düzdür? İndi mən onu bir sətr neyəcəm. Düşürəm aşağı, deyirəm ki, bax bu interfeysin adı nədir? User mapper deyil. Birinci dependence injection neyəcəm, çünki onu çağıracam burada. Private final user mapper. Bunu yaratdım. Bir dənə də konstruktorun içində bunu atıram. User mapperim hazırdır. İndi bir dənə bura düşürsünüz, nə edirsiniz? User mapper. Mən burada hədəfim nədir? DTO-nu entity-yə çevirmək, düzdür? Hal-hazırda. Bazaya göndərirəm, axı save əməliyyat aparıram. DTO-nu entity-yə çevirmək. Yazıram ki, bura to entity. Çünki bazaya yazıram. Deyirəm, entity-yə nəyə çevirim? Deyirəm, bu request var, bu gələcək. Onu götürür, çevir. Deyir, yaxşı. Çevirəndən sonra nəyi qaytarır? Sənə həmin o entity qaytarır. Çevirdi, girdi bura boş, çevirdi, dedi, alanlar entity hazır. Həmin entity-ni götürəcəm əlimə. O da nədir budur? User saved user. Sadəcə. Bax, nakleykanı götürdüm əlimə. İndi bazaya yazmalıyım axı bunu. Bazaya necə yazıram? Düşürəm aşağı. Deyirəm ki, user repository .save nəyi? Həmin o entity-ni göndərdim bazaya. Hə, indi məsələ qaldı. Mən bazaya yazdım. Bura çox maraqlıdır, bir də çox həssas yerdir. Mən bazaya yazanda 7 entity olaraq bazaya düşdü. Bir də bunun geri qayıdışı var axı. Postmanda request göndərəndə necə olur? Yazırsınız, bir də sizə geri bir şey çıxır da, görəsiniz ki, işlədi yoxsa yox. O geri çıxanda response-dur. Mən bir yaxına demişdim, göndərəndə entity qaytaranda DTO. İndi eyni anda bir dənə metodun içində həm göndərirəm, həm qaytarırıq. Göndərdim bir dəqiqə databazı entity olaraq, düzdür, razısınız? Save elədim, nə göndərdim? User. User'ın tipi nədir? Entity. İndi mənə təzədən bırakın bunu qaytarmaq lazım olacaq. Geriyə bu qayıtmalıdır. Entity qayıdanmaz. Onun üçün nə edirəm? Təzədən düşürəm bir dənə də aşağı. Geriyə qaytaram deyirəm ki, təzədən. Bunun qaytardığı nədir? User updated, yəni dəyişilmiş user. Daha doğrusu saved user.
Saved user. Saved user mənası nədir? Yəni databaza yazılmış user budur. İndi təzə databaza yazılmış user tez götürüb özümə çevirirəm. Deyirəm nədir o? User mapper to video. Təzədən həmin o entity-ni atıram bura. Deyirəm indi götürüb bunu nəyinə to video-ya çevir. Biz buna respons deyirik. Bir də bu məntiqdir. To response. To DTO. DTO yazmışım, bir yaxın DTO üzərində zahiri elə yazmışsa qalsın. Bir dənə bu return deyirsən, olay bitdi. Bizim aldığımız o 200, 400, 500 bunlar hamısı responslar. Necə? 200, 400, 500. Hamısı responslardır. Yes. Created user request. Olay bitdi. İndi baxın, bu kodlar bunun hamısını əvəz elədi. İndi burada hələ ki 3 dənə sətirdir. Burada da deyək ki 7-8 dənədir. Amma bu gələcəkdə böyük 40 sətr olanda bu 3 sətr dəyişməyəcək. Bu olacaq 70 sətr. Fieldlərin sayına görə dəyişir axı. Məsələn, bəlkə sənin field sayın burada 100 dənə ola bilər. Amma bu sətr dəyişməyəcək. Həmişə belə 3 dənə də qalacaq. Çünki bir sətr ancaq çevirir, bir sətr ancaq yazır, bir sətr ancaq çevirib geri qaytarır. Bitdi. İndi aydın olması deyin təzəm burasını izah edeyim. Bir target hissəsi aydın Target hissəsi var. Deyək ki, bura var biraz düzdür. Bu hansı filtrlərimizin seçib yazır ki, bu filtrləri götürür. Sən niyə seçirsən deyim, bax. Buna həqiqi takılma. Bu gəldə smiyorsun, amma sən o bir target izah edəcəm, bax, sizə. Mapping yazıram. Deyək ki, bizdə nə olsun? User'ın içində nə var? Nə bilim, created, yox, is active var. Email var, burada da my email var. Birinə my email yazılıb, birinə də mail yazılıb. Düzdür? Halbuki ikisi də eyni məntiqdir, ikisi də mail. Onda siz belə versəniz, null alacaqsınız. Nəyə görə? Çünki email gətirir, my email-a deyir, yox, uyğun deyil, null. Çünki başqa şeylərdir, halbuki eyni şeydir. Ona görə siz götürürsünüz, nə edirsiniz? Bu mənim nəyimdir? Source-um. Bu da mənim targetimdir. Gəlirsiniz bura. Hə. Yəni şeydir, çevrilən hissədir source. Source həmişə parametrdən gələndir. Yəni, source-un mənası nədir? Mən sənə verirəm, qaynağım budur. Çevrilən hissədir. Mənim qaynağım budur. Qaynağı harada verirsiniz? Parametrin içində, həmişə mötərizənin içində verirsiniz qaynağı. Yəni, Postman'da body'ni burada göndərirsiniz həmişə. Parametr. Deyirsən, mənimki budur. Deyir, hə, deməli, sənin qaynağın budur, deyirəm, hə. Deyir, qaynağı nədir? Deyirəm, qaynağımın içindəki my email yazılır. My email. Deyir, yaxşı anar, çevirmək istədiyin nədir? Deyirəm, çevirmək istədiyim targetlər deyir, özü göstərir, emaildir. Targetin də budur. Yəni ki, entity olduğu şeyi çevirmək istəyirəm. Orada sıralı təsdiq edilsin, target bərabərliyi, source bərabərliyi, my email, eyni şeydir. Bunu götürməsəm sağa atsanız, yenə eyni şeydir, bura atsanız. Mən də hamısında elə solda target yazılmanı Yox, qanunlu kimi şeydir. Fərqi yoxdur. Harada istəyir yaza Yəni bilərsən. məndə olan budur, source-um budur, target hədəfim də budur ki, bunu buna Manual yazılırsan, değil mi? Manual deyirsən ki, burada mən birində email yazmışam, birində email 1 yazmışam. Match edə bilməyəcəksən, 1 yazılır. Yes. Amma burada məsələn göstərir, o 1 eyni şey demək. Yes. Yəni manual bir robota göstəriş verirsən. Okay. Yəni burada insan intellekti olmalı. Bizə o sırası başa düşür ki, my email, ikisində də mail yazmalı. Yes. Amma o onu başa düşür. Başa düşmür. Bu çünki bunu əslində istəsə bir development çox sadə bir şeydir. Yəni bu bir dənə fildə sən contains verərlər ki, email burada da var, burada da var, götür yaz. Amma bəlkə mən cidden Elə bir cümlə ola bilər ki, belə fildə söz ola bilər ki, o sözdəki hərflər eyni ola bilər. oxşar ola bilər. götürüb səhv hər şeyi məpləyəcək. Ha, contains. Verdiğim sual zarrasını çatdırır. Yəni elə ola bilər ki, həqiqətən sözlər bir-birindən oxşar olsun. Amma kontekst fərqli olur. Yes. Çünki contains-lə işləyir. Contains ki, Çünki yükləyən bizik, yəni insan olaraq onun başqa bir mənada. yəni bu target source-un bunu gəldəs full izah edəcəm yəni. Debugla bir yerdə göstərəcəm ki, necə çevirdiyi an. Bir də səhv yazacağam qəsdən ki, null olduğunu görəsən, hə, düşmədi. İndi bax. Bunu yazdıq. Emailimizi qaytaraq. Gördünüz burada nə etdim? To və s. çevirdim. Bir də bizdə nə var? Bir də get user by ID var. Bax get user by ID var. Düzdür? İndi buna baxaq. Mən geriyə nə qaytarıram hal-hazırda? Bax user response qaytarıram, düzdür? İndi düşürəm bunun üçün. Hadi bura baxın necə edeyim. Hə. Bunun üçün user-ı göndərib to response yeri qaytarıb nəyi? User response-u. Və biz burada geriyə nəyi qaytarırıq? User response-u qaytarırıq.
Biz burada hal-hazırda create user request vermişik ya. Burada biz user response-unu özünü də birbaşa qaytara bilərik, birbaşa bunu da qaytara bilərik. O necə olacaq? Gəlirsiz servisin içinə. To determine üçün önce burada create user request yerinə user response yazırsınız. Bitti. Birinizi qarşılayın bu arada. Heç nəyi dəyişmədim. Sadə bir şey. İndi gəlirəm bura. Bu mənim geriyə return edeyim. Get user by ID. Hər şeyi unudun. Elə bir ki, belə bir şey yoxdur. Yuxarıdakı, aşağıdakı bir şeylər də yoxdur. Tərtəmiz kodum var. Bu. Nə edir? ID göndərəcəm. Gedib tapıb gətirəcək. Gətirən sonra da o nə edəcək? Yuxarı müştəriyə return edəcək, qaytaracaq. İndi bir dənə sual. Bu gedib ID-nin tapır tipini. Hansı tipin nə olaraq tapır? Entity olaraq tapır, düzdür? Entity. Biz onun ixtiyarımız var ki, bu şəkildə birbaşa kontrolora qaytaraq. Ona göre istemiş şart vermişik ki. Yox, bura ümumiyyətlə takılmayın, yuxarı takılmayın. Buradan, bu sətr. Bu götürür kontrolora. Mən bir yaxın ki, kontrolorda entity ola bilməz, entity olmalıdır. Bu kontrolora götürür, entity-ni qaytarır. Belə bir şey ixtiyarı var. Kontrolora entity yox. Çünki entity yox gözləyir kontrolor. İndi mən burada nə etməliyəm? Deməli, map istifadə etməliyəm təzədən. Yes. İndi gəlir map-ə, map nədir? To DTO eləməliyəm. Düzdür, çünki DTO gözləyirəm. User response to DTO. Ya da gəlirəm bura, user mapper nöqtə to DTO. Deyirəm, nə DTO çevirim, deyirəm, bax. Niyə görə user birinci yazdığınız kimi yazılmalı, mapper yazılmalı? Belə. Niyə belə yazdım? Bura yuxarı injection vermişdim, user mapper. Çünki bax, bunun içində gətirəm hamısını, bu klasın. Ona görə bunu inject elədim. Yes. Bir ki, obyektin yaratdım da belə deyim. Inject elədim, içindən çağırdım. Amma o birisində başqa bir yazmışdım. Hansında? Birinci user mapper yox şey var idi. Create user request var, yuxarıda sağda. Aha, bu. Aha. Bunu da indi. Yox, yuxarıda başqa class var sağda. Bu. User kontrol Ha. Burada demiş. Burada bu sadə DTO klassıdır. Bu sadə entity klassıdır. Bu mapperin özü budur. Bu da servis, bu da kontrolördür. Başqa heç klass yoxdur. Ola bilər mən bura keçib. Ola bilər, mən keçib qayıdıram, burada görə bilərsiniz. Burada yox. Ola bilər, burada görürsünüz. Bax ki, burada user mapper istifadə edir. Görürsünüz, inject edib, onu gətirib çağırır. Okey. İndi gəlirəm bura. Deməli, bunu da geriyə necə qaytarmalıyam? To DTO kimi qaytarmalıyam, düzdür. Deməli, bunun içinə atıram. User entity-sini göndərirəm bunun içinə. User göndərdim bura, baxıram ki, həqiqətən bu nə edir? Baxıram, entity-ni götürür, çevirir nəyə? Response-a. Deməli, bu da okey işlədi. Gördünüz? Üçüncü. Məsələn, get by user name var. Məsələn, burada görürsünüz. Yenə entity-yə çevirib, adına görə tapıb entity-ni və götürüb mənə müştəri olaraq bunu qaytarır, entity qaytarır. Mənim kontrolorum entity-ni işləmir. Siz də necə yazın? Necə yazın? Aha. User mapper. Yox, kontrolor necə qaytarıram kontroloru? DTO. To DTO. Bir dənə yeni şey. Bir dənə to entity deyirsiz, harada yazılır? Create edirsiniz ha. Create nə deməkdir? Yaradanda onlar bizə göndərdiyini biz bazaya göndərəcəyik. Hə. Bir dənə yaradanda, yes. Yaradanda to entity, çünki basır sonra gedir. Amma bir də update-də. Update-lə create-də hamısını basır sonra ona görə to entity verir. Amma get-lər var, get by user name, by ID, hamısını get edirsə, ona görə DTO kimi gəlməlidir sadəcə. Okey. Ne bileyim işte şey gördüm o bir update ikisini de yazdık ben yoksa Necə? entity verdiğim şeyler update'de yoksa Yox. Update-in mapper funksiyası tamamilə fərqlidir. Belə olmayacaq. Update-in mapper belə olmayacaq. Mən bunu izah edəcəm, sonra sizdən buna task istəyəcəm. Növbət dəfə update-nə olan izah edəcəm. Çünki update-in mapper-ı tamamilə başqa cür. İçində 2 parametr deyil. Bir parametr deyil, içində 2 dənə parametr yazır update-in içində. Çünki sənin götürdüyün var, tapdığın var, dəyişib göndərdiyin var. Bildiyin bir balaca. Ona görə indi CRUD-ın create, read-ini və delete-ini yazacaqsınız. Mapper olaraq. Növbət dərs sizə izah edəcəm, 2 dənə əsas şey olacaq. Bir çevirmədə null olmaq, hansı ki fərqli filtrlər olacaq. İkincisi filtrlər fərqli olandan sonra update yazacaq bu yerdə. İndi bir dənə də bizdə nə var? By email-də eyni məntiqdir. Məsələn, bura nə yazırsınız? By email. Yenidən burada user gətirir, heç nə. User mapper to DTO. Delete-də ehtiyac varmı sizcə? Silir adam. o
Və məntiq nə fikir? Delete eləyəndə sizcə ehtiyac varmı? Delete əsas biz bilməliyik, yəni databaza bilməlidir. Və məntiq nə fikir? Delete eləyəndə sizcə tool mapper eləməyə ehtiyac varmı? Varsa niyə, yoxsa niyə? Maraqlıdır. Çünki fikir deyə bilərsiniz ki, məsələn, ola bilər ki, hə, ola bilər. Delete eləyəndə mapperə ehtiyac varmı? Və kodu bir dənə baxın, görün o kodu necə yazdım. Sizcə bunu mən mapperə çevirməyə ehtiyacım varmı, yoxsa yox? Siz bu databaza silməliydir, bu təkcə entity-ni işləmir ki. Məncə burada olmalıdır. Nəyə görə? Çünki biz yenə burada user vermişik. Orada runtime exception vermişik ki, user not find ID düzdür. Nəyi tapa bilməli, onu göstərməli deyil. Yox. Çünki o zaten... Yox, o düz deyirsən. Getdiyi axtardıq, tapa bilməli. O düzdür, amma sən onu bazada necə axtarırsan? Entity kimi axtarırsan da. Entity kimi axtarırsan, çünki bazadasan. O zaten burada entity kimidir. O görürsən, entity kimi olsa. Yəni, səncə burada two-ditiyoluq bir case var sizcə, yoxsa yoxdur? Two-ditiyoluq case. Yoxsa niyə yox? Kontrol geri qaytarmalıq nəsə varsa, Aha. onda two-ditiyo olmalı. İndi burada bizdə kontrol qaytarmaq bir nəsə görürük, yoxsa yox? Ən sadəsinin metodunun tipi nədir? Return tipdir, yoxsa void tipdir? Qaytarmır. Bir də burada user repository save verir. Save-in içində nəyə atıram? User atıram. Save özü nə deməkdir? Yəni databazadır. Databazaya gedirəm də. Datadan çəkib dataya göndərirəm. O demək burada ditiyolog heç bir şey yoxdur. Ancaq nələrdir? Şeylərdir. Biz məsələn respons alırıq. 200 alırıq. 200 müştəriyə qaytarmalıyız ki, məsələn, uğurlu oldu. O 200 göstərmir də təbii ki, müştəriyə. Biz onu dəyişdiririk, yazırıq, təbriklər deyə, nə bilim, uğurlu oldu. Yes. O hardaydı? O elə birbaşa. Birbaşa burada. Bunun içində deyirsən. Məsələn, atıram. Nə var burada? Delete total var burada. Görsən. Gəldi bura çıxdı düzdür. Birbaşa bunun içində deyirsən. Void qaytarmıram geriyə. Bu status kod qaytarır default olaraq. Məsələn, 200 qaytarır. Sən buna bir yazırsan ki, string. Düşürsən ki. Belə bir şey yazırsan. Gəlirsən, bura düşürsən. Delete total verirsən. Burada verirsən string. Deyirsən ki, return. Return ilə string qaytarırsan. Qaytardığın nədir? Budur. Uğurla silindi. İndi bir dənə məsələ var. Sən uğurla silə bilərsən Postmanda. Və Postmanda görsən, mən müştəriyə həm mesaj qaytarmışam, mesaj tapa bildiyin. Həmçində 200 qaydır. Yəni, bunlar bir-birinin əksi olmalıdır. Həm status kod qaydır, həm də bu qaydır. Niyə? Bu 200-201 yaradılmaq da. Kod olaraq düzdür, amma məntiq olaraq. Belə deyim, burada respons qaydır. Bu deyək ki, müştəriyə alır, müştəri onu görməlidir. Amma bir də müştəri ilə paralel developer da var. Proqramist bundan əlavə status kodlarla da işləyir. Məsələn, mən buna da baxıram, buna da baxıram. Müştəriyə istədiyini yenə də verirəm, amma həmçinin özümün status kodları da görürüm. Çünki mən bunu görmək lazımdır. Okay. Yəni, deməyin tərzim odur ki, mən bu dəqiqə bura yazdığım uğurla silindi. Müştəriyə burada uğurla silindi mesajı çıxacaq burada. Düzdür? Amma həmçinin burada 200 gələcək. Yəni, onlar bir-birinin ziddiyyətində deyirlər. Onu demək istəyirəm. Nə qədər çox info gəldisə, o qədər müsbət budur məsələ. Okay. Bu hissəsi də belə. Mən hissi izah elədim mapper. Təzədən sıfırdan bir təməldən üzərindən gedəcəm. Nə etməliydik və sonra sizdən istəyəcəm. İndi əlinizdəki keçən dərs yazdığı user service. Ora mapper əlavə apply eləyəsiniz. Və ilk öncə açırıq bir build gradle-ımızı. Ora nə etdim? Kitabxana əlavə elədim. Əlavə eləyəndən sonra mən build gradle-ı söndürdüm. Gəldim hara? Servisimə. Bu servisimin bütün ən alt məntiqləri, ən aşağı sətirləri dəyişdi. Create-i götürdü, nə elədi? Entity-yə çevirdi, entity kimi yazdı, ditio kimi qaytardı. Get by user ID. Nə qədər getlər var ki, hamısını getlər görürsünüz burada, hamısını necə qaytardı? Ditio kimi qaytardı. Hamısını to ditio yazmışam. Nə qədər get varsa to ditio. Get varsa to ditio. Get varsa to ditio. Delete varsa heç nəyə ehtiyac yox. Çünki delete silir, təzədən bazaya update yazır ki, sildim. Onu yəni yenə də bazadan gətir, bazaya yazır. Biraz da var söylemek istedim. Böyle değil. Belə yəni. Nə arasın?
Server patladı. Bu da 500'dür. Bu create 2 dənəydi. O səsi belə görmədim. Həmin entity. Create 2 dənə. Bir dənə götürürsən, to entity çevirib baza yazırsan. Daha sonra response olaraq da dərhal DTO çevirib response olaraq qaytarırsan. Bunu götür, o səsi. Bunu götür. Yes. Yəni iki yeri dəyişiklik etdik. Bir, Gradle-la kitabxana yazdım. Bir də servisə məntiq yazdım. Başqa heç bir yeri dəyişiklik ehtiyac yoxdur. Üçüncü dəyişiklik nədir? Bir dənə də interfeys yaratdınız Mapper adında. Ki, yəni bunun içində bu istifadə etdiyimiz to DTO-dur, to entity-dir. Hamısı hardan gəlir? Bir yerdən gəlir də, buradan gəlir. İndi arzulıqla deyirəm. Birinci gəldiniz, Gradle-la kitabxananı yazdınız. Daha sonra gəldiniz, Mapper klassını yaratdınız. İçində həqiqətən məntiqiniz nədir? Entity-yə çevirmək, DTO-ya çevirmək. Onu bəlirtdiniz. Daha sonra girib servisdə onu tətbiq eləyə işlədiniz. Çünki bu olmasaydı, bax, bunlar zaten heç bir işləməyəsidir. Bunu yazdıq ki, hamısı işləsin. So, bu. İndi buradan bu Mapper'dan kimi sual varsa versin, yoxsa fasiləyə, sonra da siz öz tasklarınızın hamısını şeyə çevirin, Mapper'a çevirin. Mən sizə verəcəm bir dənə bunu. Başqa sizə bir şey verməyə ehtiyac yoxdur, bunu verəcəm. Ki, əziyyət çəkib axtarıb tapmayasınız. Hətta indi verir. Bunu bir dənə götürüb atacaqsınız nəyə? Build Gradle seçəcək. Qalan əziyyəti sadə bir şey. Sual var. Buyurun. Yoxsa 10 dəqiqə gözlük fasilə verək, soğudanmır. Tasına. Yoxdur. Şən var mı? Tamam, ikisini de yaratmışsınız. Yoksa DTO responsible request ikisini de yaratmışsınız. Doğru. Aslında biz bir yer yazdığımızda Yok, hal-hazırda işlədiniz. aha, yes ikisi də var. Ve request də var, response da var. Response, request. Bu update'in başını bıraxın. Sizə bir dənə create lazımdır, user lazımdır. Create user request, user response. Bir dənə bu ikisi lazımdır. Şimdi DTO yaratmışsınız. DTO yaratmasanız var. Buna DTO gözündən baxın, user response. Müştəriyə çünki bu çıxır. DTO. Buna da ki request gözündən baxın. Buna user DTO kimi baxın. User response, yəni user DTO. Eyni məntiq. Bursa adlandırma fərqidir. Response vermişəm. Bir şey